Suallardan biri budur ki, ixlas nə deməkdir? Və yaxud da ibadətdə ixlas deyəndə nə nəzərdə tutulur? Cavab odur ki, ixlas şərtdir bütün ibadətlərin qəbul olunması üçün. İxlas kəlməsinin mənası əsas odur ki, əməli sırf Allah rızası üçün etmək. Yəni, hər hansı bir Allahın əmrini yerinə yetirirsənsə və Allah Azza və Cəllənin hər hansı bir qadağa etdiyi şeydən çəkinirsənsə, buna səni vadar eləyən, səbəb olan Allahın rızası olmalıdır. Yəni, bunu Allah üçün etmiş olmalısan. Və Allahdan başqasından nəsə ümid gözləməməlisən, nəsə bir mənfəət gözləməməlisən. İxlas budur. Necə ki, Allah Azza və Cəllə Kəhf surasının axırıncı ayəsində buyurur, həmçinin Bəyyinə surasının 5-ci ayəsində buyurur ki, yəni ixlas sadəcə Allah rızası üçün olunan əməllərdir. İxlas sadəcə budur. Ona görə əməl edəndə insan hər hansı bir əməl edəndə insan birinci bunu dərk eləməlidir ki, və yaxud da bunu belə etməlidir ki, yəni bu əmələ onu sövq eləyən, vadar eləyən Allaha olan sevgisi, Allaha olan itaəti, Allaha olan təzimidir. Bunu ürəyindən keçirməsi lazımdır. Və bunu edərkən Allahın əmrini, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi üzrə yerinə yetirdiyini insan qəlbindən keçirməlidir. Adətən ixlasla olanda insan bu şeyləri hiss eləyir. Amma hər hansı bir axirət əməllərini insan dünyavi mənfəəti üçün, dünyavi bir gəlir üçün edərsə, bu insan şək yoxdur ki, axirətini dünyasına satan və yaxud da dəyişən və yaxud da əməlini puç eləyən insanlardan sayılır. Ona görə sələflər çox həris olarlardı ixlasa. Deyərlərdi ki, əməli etməkdən əməli qorumaq çətindir. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, axirət günü kim bir savabla gələrsə, ona 10 misli veriləcək. Allah Azza və Cəllə demir ki, kim bir əməl edərsə, axirət günü kim gələrsə onunla, əməl edənlər dünyada çox olacaq, amma onu Allah rızası üçün qoruyub saxlayanlar isə az olacaq. Ona görə qiyamət günü, necə sünnədə gəlmişdir, ilk hesaba çəkilənlərdən məhşər meydanında 3 böyük əməl sahibi olacaq. Allah yolunda mücahid, çox sədəqə verən və alim. Hər üçü də bu əməlləri riyakarlıq üçün etdiklərinə görə Allah Azza və Cəllə onlara bunu sübut etdikdən sonra onları sürtlədərək, üzü üstə onları sürtlədərək cəhənnəmə atdıracaq Allah Azza və Cəllə. Allah qorusun belə əməllərdən. Ona görə hər elm oxuyan, hər elmlə danışanda bugün ixlas olmaya bilər. Hər sədəqə verəndə ixlas olmaya bilər. Və yaxud da hər bir xeyirxah işləri görən adam onu görür deyə ixlasda olmaya bilər. İxlas qəlb əməllərindəndir. Bunu ona görə Allahdan başqa kimsə bilmir. Sadəcə bunun səmərələri var. Bəzi adamlar var ki, hər hansı bir əməldə səna olunanda, öyləndə coşur və o əməli daha da çoxaltmağa çalışır. Və yaxud da insanların içinə düşəndə o əməli ən kamil şəkildə yerinə yetirməyə çalışır. Amma qınandıqda, kimsə nəsə deyəndə, kimsə məsələ tutaq onu pislədirsə, baxırsan ki, əməllərdən, xeyr əməllərdən soyur. Bu, riyakarlığın əməllərindəndir. Ona görə haqq yolda olan adam əsla iddiasından dönməməlidir. Və yaxud da umurunda olmamalıdır ki, kiminsə xoşuna gəlir və yaxud da kiminsə xoşuna gəlmir. Və yaxud da kimsə ona səna elir və yaxud da kimsə onu pisləyir. İxlaslı adamlar bu şeylərə fikir verməməlidir. Ona görə gəlir Sufyan-ı Savridən ki, ən çox əziyyət çəkdiyim şey mənim ixlas olub. Hər dəfə onunla uğraşmışam. Yəni, hər dəfə dəyişib, hər dəfə dəyişməyə meyilli olub. Ona görə bunu müsəlman küçümsəməməlidir. Müsəlman əməli etdiyi qədər həmçinin həris olmalıdır onu qorumağa, saxlamağa. Ola bilsin ki, bir adam hər hansı bir əməli eləyir, məsələn, qadın ola bilsin hicab geyinir, amma başqa bir məqsədlə geyilir. Ola bilsin ki, bir adam hansısa bir İslam universitetində oxuyur, haradasa bir dini təhsil alır. Lakin bunda məqsədi Allahın dinini təbliğ eləmək deyil. Sadəcə elmli bir insan kimi tanınmaq istəyir ki, ona hörmət qoysunlar və yaxud da hansısa bir vəzifəçinin yanında getsin, gəzsin, nə bilim, kimlənsə dost olsun, tanış olsun. Ola bilsin bu məqsədlə oxuyur.
Və yaxud da ola bilsin kimsə həccə gedir, kimsə ümrəyə gedir ki, desinlər ki, bax, nə səxavətli adamdır, hər il gedir, maşallah, veçin oradadır və s. kimi. Salih əməllərdə olur belə şeylər, lakin müsəlman əməli etməzdən qabaq düşünür və o haqda gələn dəlilləri xatırlamağa çalışır. Salih əməllər edərkən gizlətməyə çalışır və etdikdən sonra salih əməlləri Allahdan onun qəbul olunmasını ümid eləyir və onu unutmağa çalışır. Bunlar hamısı ixlasın əlamətlərindəndir. Allah Azza və Cəllə bizləri xalis, onun üçün əməlləri edən, onun üçün bu dini öyrənən, onun üçün bu dini öyrədən və əməlləri də onun üçün edənlərdən etsin. Allah Azza və Cəllə riyakarların şərrindən və həmçinin riyanın şərrindən qorusun. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.